Sizce McDonald's yoksa KFC? Herkese salam, mən Nemo. Bu günləri həm McDonald's-dan, həm KFC-dən oxşar məhsullar alıb dadlarına baxacağıq. Həm qiymətlərini, həm dadlarını müqayisə edəcəyik. Getdik. Sifarişlərimiz maksimum bir-birlərinə oxşasınlar deyə hər ikisini toyuqlu çeşid olaraq seçdik. McDonald's-dan McChicken menü, kiçik free, kola və pendir sosu götürdük. İlk sifarişimizi götürdük, indi gedirik KFC-yə. Qiymət aralığı olaraq bir-birlərinə yaxın olmaları üçün Zinger burger, kola, pendir sosu və kiçik free sifariş etdim. Ümumi qiymət McDonald's-da 7.50, KFC-də 7.90 oldu. Bu da KFC-dəki menümüz. McDonald's-ın sifarişləri daha tez hazır oldu, nəinki KFC-nin. Amma bu o demək deyil ki, xidmət olaraq biri-birindən zəifdir, elə düşünmürəm. 2 gündür yemək yemirəm ki, McDonald's-dan KFC videosu çəkəcəm. Hər iki şəbəkənin işi kifayət qədər ağır olduğu üçün məncə bu gözləmələr başa düşüləndir. ƏDV-sini vurmamışam, vurarsınız. Sifarişlərimizi götürdük. İlk olaraq burgerlərin fərqini göstərmək istəyirəm. McDonald's-dakı kifayət qədər istidir. KFC-dəki isə çox soyuqdur. KFC-ni açaq baxaq. İçərisi belədir. McDonald's-ınkini göstərək. Həmişəki kimi McDonald's klasik. Kahlar ətrafa dağılır. Belədir. Frilərin fərqini göstərək. McDonald's-ın frisi, KFC-nin frisi. Belə görünür. Miqdarları məncə eynidir, amma McDonald's-ın frisi daha incə görünür. Bu daha qalındır. Soslarda elə bir böyük fərq yoxdur. McDonald's-da sevmədiyim şey oldu ki, bunu həmişəki kimi belə qapaqsız verdilər. İlk növbədə baxaq frinin dadına. McDonald's, KFC. McDonald's-ın frisi mənə elə gəlir ki, ən gözəl frilərdən biridir. Nazik, qəşəng. Bu da KFC-ninki. KFC-nin pendir sosu daha suludur. Fri və pendir sosunda McDonald's. Keçdik burgerlərə. KFC-nin dadına baxaq. Bence KFC'nin yapısı ya daha güzel görseliyor yani. Daha da şey görseliyor. Bəyəndim. Normalde KFC'nin burgerini bəyənmirdim. İndi McDonald's-ınkinin dadına baxaq. Kahlar yerlə birdir. Hər yerlə birdir. Normalde bütün KFC burgerlərində burgerin çörəyi bayat olur. Bir qayda olaraq. Amma bu burgerin adı nə idisə yadımızda saxlayaq, çünki heç elə deyil. Dadını da bəyəndim. Mən McDonald's-ın burgerini tərifləyəcəm deyə gəlmişdim, amma KFC-ninkini daha çox bəyəndim. Adı Zinger. Kolaların dadına baxaq, zaten eyni olar. Şəkərsiz kola sevirəm, dadına görə. Yəni qətiyə dietik olmadığına görə yox. Qazı qaçıb. Aha, qiymətləndirək. Free, McDonald's. Pendir sosu, McDonald's. Burger isə KFC. Mən McDonald's-da ən çox McChicken, yox, neydi az onun adı deyəm? Big Tasty. Chicken Big Tasty. Yaxşı. Son. Mən McDonald's-da ən çox Big Tasty chicken üçün gəlirəm. Toyuqlu Big Tasty. Ən gözəli odur. Onun dadından ötürü ölürəm. KFC-də isə basketlərindən ötürü gəlirəm. Bəs siz?